boynundakı səpkilər müzakirə yaratdı. Mən təəssüflənirəm ki, fotonu qoya bilmirəm. Bax, səpkilər görünür Trumpın Boğaz nahiyəsində. Yəni bir dövlət başçısının, bir prezidentin, həm də Amerika kimi dövlətin prezidentinin boyun nahiyəsində yaranın, səpkinin görünməsi və orada çoxlarına təəccüblü gəlindi və çoxlu sualları yaratdı ki, biz düşünürük, prezidentlər xəstələnə bilməz, prezidentlərin həyatı daimi nəzarəti altındadır, güvənlidirlər, dünyanın ən gözəl həkimləri onları müalicə edir, amma belə məqamlar da var. Amma Amerika prezidenti Donald Trump'ın Ağ Evdə keçirilən son tədbirdəki görüntüsü onun sağlamlıq vəziyyəti ilə bağlı müzakirələri yenidən gündəmə gətirib və alovlandırıb. Qafqaz İnfoya istinad edirəm. O da RIA Novostiyə istinad xəbər verir ki, şərəf medalı mərasiminə qatılan Amerika liderinin boynunun sağ tərəfində qırmızı səpki müşahidə edilir. Mərasim zamanı Trump'ın gözlərinin altındakı torbalar və yorğun görünüşü də medianın diqqətindən yayınmayıb. Təbii ki, Trump'ın səhhəti ilə bağlı yayılır, iddialar var ki, ya xəstədir, qocalıb, qocalıqla bağlı bu əlamətlər ola bilər, bədənindəki göyərmələrini gizlətmək üçün isə olub belə makyajlarla ediblər və bunu gizlədiblər. Dəfələrlə bu mediada ictimailəşib. Nəşrin məlumatına görə Trump'ın dərsi son vaxtlar həddən artıq həssaslaşıb. Hətta respublikaçıların qurultayı zamanı baş prokuror Ray Bondinin təsadüfən üzü ilə ona toxunması nəticəsində əlində qanaxma başladığı bildirilib. Ağ Ev rəsmisi isə bu göyərmələri Trump'ın ürək-damar xəstəliklərinin qarşısını almaq üçün qəbul etdiyi aspirin dozası və intensiv əl sıxmaları ilə əlaqələndiriblər. Nə deyək? Allah şəfa versin.